Dadaş adlı izləyicimiz bildirir ki, inşallah çempionatda 18 klub olar. Ahmet Quluzadə, Ruslan Abışov, Cavid Hüseynov yaxşı iş görərlər. Tərlan Əhmədov, Arif Əsədov Biləcərdə o yana çıxa bilmədilər. Bu gənclərə yer verilməlidir. Maraqlıdır. Gənc pokoleniyanın, gənc adları sadalayıb. Biz də ümid edək. Hamısı dəyər verdiyim insanlardır. Ruslan Abışov olsun, Cavid Hüseynovu, Ahmet Quluzadə də yanımızdadır. Ümid edək. Çox yaxşı arzudur. Həqiqətən 18 klubun olması, Dadaşın fikirlərinə görə təşəkkür edirəm. 18 klubun olması həqiqətən həm coğrafiyanı böyüdür, rəqabəti genişləndirir. Gör nə qədər sayda futbolçularımızın, mən hər zaman deyirəm, bugün yaxşı yerli futbolçu olmamasının kökündə bir nömrəli səbəb bizdə uzun müddət 8 komandalı Bakı çempionatının olması olub. 8 komandalı Bakı çempionatı və digər liqalar yox səviyyəsində olub. Yalnız birinci liqa vardı, orada da rəqabət yox idi, reglament işləmirdi, ən böyük problem o idi. Yəni 18 komandalı çempionat bölgələrə klubların yayılmasıdır, rəqabətin böyüməsidir, çox sayda Azərbaycanlı futbolçuların inkişafı üçün yeni şansdır və təbii ki, Amid kifayət qədər istedadlı, bacarıqlı gənc mütəxəssislərimizdən biridir. Qısa müddət Qaradağ Lökbatanda da işləyib və xoş fikirlər almışıq, oynatdığı futbolla bağlı xoş fikirlər almışıq birinci liqada. Düşünürəm ki, bu məhdicilərim üçün də həqiqətən Cavid Hüseynov bir şanssızlıq yaşadı, bir məhdci kimi Cavidə də bəyənirəm. Bir şanssızlıq yaşadı Şamaxıda, ancaq yerli uşaqlarla oynadı, pis futbol oynatmadı. Əslində çox yaxşı futbol oynadırdı və nəzərə alaq ki, məsələn deyə bilərik, həmin Şamaxı liqanı tərk etdi. Bəli, tərk etdi, amma həmin Şamaxıdan bugün Premyer Liqaya qazandığımız neçə futbolçu oldu? Rəhman Daşdəmirov olsun, həmin heyətdən biz qazanmışıq. Digər futbolçular Bayramov var idi, Fuad Bayramov Zirə komandasına getdi. Ən azı 3-4 yaxşı nümunələr vardı ki, o komandalardan biz indələ Premyer Liqa klublarına gedənləri deyirik də. Yəni çıxdılar üst səviyyə birinci liqada da oynadılar, bir çox klublarda, Səbaildə oynayanları oldu. Yəni müəyyən futbolçuları da qazandırdıq. Bugün Rəhman Daşdəmirov milli komandamızın üzvüdür. Yəni bir komandanın, hətta bir futbolçunun qazandırması belə bizim ölkə reallığında, bizim futbolumuzun reallığında kifayət qədər yaxşı nəticədir.